Videoya başlamadan önce kanalımıza abone olmayı unutmayın. Hoş izlemeler. Herkese selam. Nasılsınız? İyi misiniz arkadaşlar? Fiora'dan çıktık. Kaldığımız yerden devam edirik. Şehriyar bizi getirip kokteyl alma. Biz marujna almayacaktık. Kokteyle gelmişik. Aşkım, Rabia qazan deyə aşkım çəkir o. Ha, çəkir. Belə çəkir prosta, hə. Kokteylə gəldi ya xata. Eybi yox, kokteyli özü alır, biz marujna sonra alarıq evə gedin. Hə. Deməli arkadaşlar gəlmişik kokteyl içməyə. Biz hamımız vanilli içirik, bir dənə Nigar şokoladlı içir. Şəhriyar, sən də? Aa, Zəhra da. mən vanilli xoşlayıram niyəsə, şokoladlı içə bilmirəm, qəribə gəlir mənə dadı. İndi kokteyllərimizi içirik, çıxırıq yola, görək bizi bu videoda nələr gözləyir. Öz aramızda. Fiora'da satıcılıq eləmək videosu xoşunuza gəldi uşaqlar. Həm pozitivdə o. Nə? Mən müştəridən sonra gələm Hə, müştəri Rabia'nı dəli eləmiş oradan. Buraya maraqlanan biri baxsın. Belə eləyib Rabia'nı küstürmüşdü. Növbəti dəfə də bu videoya çəkilmək istəyirsiniz başqa bir məkanda. Hə? Əsma siz də istəyirsiniz? Onda gələn dəfə Əsma Gülüdə, Zəhra Gülüdə, Nayda bu yay çocuğuva işləməyə öyrədəcəm çocuklarımı. Gedirik başqa bir növbəti hansı məkanda nə olaraq bizi görmək istəyirsiniz rəylərdə yazın. Kafe ofisidə. Aşkım biz ora gəlməliyik. Niyə apara bilərəm sizi? Bu dəfə də olmasa misal üçün Astarama. olar, orada satıcı işləyə bilərik. Sonra qoy izləyicilər yazsın. Bizi harda, nə işində görmək istəyirsiniz, həmişə getdiyimiz yerlərdən birində zəhmət olmasa yazın. Dostlar, gəldi evə, Şəhriyar maşını təmizləyir. Bunlar voleybol oynayırlar yeni topla. Dünən topumuzu uğurlatmışıq arkadaşlar. İndi biz də qalxırıq yuxarı, bazarlıq eləmişik. Mən gedirəm ev əhalisi üçün yemək pişirməyə. Bu da əlimdədir. Geçək cücə plov pişirəcəm. Oturaq yeyək çək. Bunlar oyun oynayana qədər mən də mutfaqda. Ofeliya mutfaqda. Ofeliya mutfaqda. Getdik. Növbəti gündən hər birinizi salamlayıram. Dostlar, dünən o qədər satıcılıqdan sonra yorulmuşduq ki, leşimiz çıxmışdı. Heç nə çəkməyə halım olmayıb. Hamıda, yəni bildiyimiz hərə bir tərəfdə. Ay Allah, maşından düşməmiş Şəhriyar maşının içində duxunu vurdu. Elə bir qaz bombasını atdı içəri, boğul bağladı qapının üstümə. Qoxusu qəşəng də olsa çox olanda adamı boğur. Niyə belə eləyir bu? Çimir duxuların içində. Nəysə. Dostlar, deməliyim, gəlmişik bugün Fiora'ya yenidən. Nəyə görə gəlmişik? Əslində dünənki kimi yəni uzun müddətli qalmayacaq. Sadəcə bugün Fiora'da endirim var, endirim günüdür. Ay Allah, bu niyə buradan belə çıxıb? Bugün Fiora'da endirim günüdür və mən endirim videosunu paylaşanda izləyicilərə söz vermişdim ki, endirim günü özüm də burada olacağım, bir neçə saatlıq da olsa. İndi gedirik Fiora'ya dəyməyə, bir neçə video çəkməyə. Zeyd yenə baldızım gildədir, uşaqlar da evdə yatıblar. Çəkilişimizi eləyirik, çıxırıq və günümüzə başlayırıq. Haydi. Nasılsınız, iyi misiniz? Qaldı. Evet, iyiyizdir. Hə. Mənim YouTube kanalımda boş qalıb. Uşaqlar, Şəhriyar İçməli kanalında video paylaşır. Kimlər görüb o videoları? Girin Şəhriyar əmi bizə dəstək olun. Arkadaşlar, Hə. demək orada yarış keçiriləcək. Ya hansısa evin xanımı üçün mətbəx mebli yığılacaq, Hə. ya da evin bəyinin maşını yığılacaq. Ay inşallah. Bizim izləyicilərimizdən olsun, amma yəni sıkı takipçilərimizdən biri olsun. Və gəldik Fiora'ya. Evet, mağazada müştərilər var arkadaşlar, endirim səbəbi ilə. Görək necə gedir, vəziyyət nə yerdədir. Arkadaşlar, ilk izləyicimiz bizə yaxınlaşdı. Şəklimizi çəkdirib gəlirik. Deməli dostlar, mən öz çəkilişimi bitirdim. Çox qəşəng minnoş videolar çəkdim. Bu birinə bax çənəsi dayanmır. Ona baxın bir dənə qıraqdan. Sən mənim can, bir dənə bax buna. Dayanmır ona bax. Amma mən çəkdim, dayandı. Allahın cezası. Ona bax bir dənə, ona başladı. Arkadaşlar, Oynayın. YouTube izləyicilərimizə də çatdırın.
Fiora'da Endirimi mən məhsullarımız bu ilə endirimdədir. Bunu heç bu Uşaqlar bəlkə buna baxanda baxanda bu endirim qurtaracaq. bitəcək, ona görə Heç demək. endirim olmasa belə əziz valideynlər, əziz analar, atalar buradan hədiyyə alıb vermək istəyən bəylərimiz, bacılarımız necə deyək, hər nə var. Qiymətlər də endirim olmasa belə qiymətlərimiz çox ucuzdur. Niyə ucuzdur? Çünki məhsullar istehsalatdan birbaşa mağazamıza gəlir, ikinci əl olaraq gəlmir. Və bütün rəqabətdə olduğumuz mağazalardan qiymət olaraq aşağıdır, keyfiyyət olaraq üstünük. Ona görə də hər birinizi bütün rayonlara çatdırılmamız var. Fiora'dan bütün kosmetika məhsullarını əldə edə bilərsiniz. Onlayn şəkildə kreditimiz də var. Yəni zəng eləyib kredit başqa bir yerlərdə inciməyiz, problemimiz olmayıbsa kredit barəsində zəng eləyib sizlər də bu kreditdən yararlana bilərsiniz. 1000 manat, 50 manatdan 10.000 manat qədər, Gözlər 5000 bir rəngi manata nə qədər qəşəngdir. kredit əldə edə bilərsiniz. Demək dostlar, amma bu ilə Bax endirmə dayanmır ona. Bayaqdan sən lağ eləyirik izləyicilər. Nə var? Dayanmır, dayanmır. Mən bayaqdan burada məhsulları eşirəm, aşkım nə olar. Bir dənə söz deyəcəm. Burada bir dənə günəş kremi, bir dənə də bədən spreyi görmüşəm. Onları mən üçün al. Götür, bu endirimdədir. Teşekkür- Sən direksiyonu götür. Teşekkür. Baş şampunu götür. Təşəkkür edirəm. Evdə Təşəkkür şampun edirəm. var, onu götür. Çox sağ ol. Getdim eşməyə, nə götürüm şampun. Gör litri şampun var. Lütfü aşkım bizə bəhs eləmir həqiqətən. Maşallah, maşallah. Çox adamıq. Evdə yəni bir dənə nə deyirlər? O əskərlikdə çox əskər olanda nə deyirlər? Kazarma. Bir kazarma adamıq. Ona görə həqiqətən bizə çox lazımdır. Hə, gör litri şampun. Biz o vaxt almışıq belə yaxşı şampun. Hə, gözlə baxıram. Bax gör bizim burada litri. Arkadaşlar bir dənə də izləyicimiz gəldi. Mamaşaları, bacıları çəkmirəm də. Onların yaşı böyükdür, koca işləri var, nə bilim nə. Ona görə ancaq uşaqları çəkirəm. Dostlar, baxın bir dənə litri bu şampundan götürdük. Tüm saç tipləri üçün. Çünki evdə nə qədər həqiqətən bir kazarmadan var, hərəsinin saçı da bir tipdədir. Ona görə tüm saç tipləri üçün olandan götürdüm. Çəkilişimizi elədik, qaldır. Şampunumuzu aldıq. Ən çox Murad sevinəcək, bir də Nigar sevinəcək bu xəbərə. Nigar bu şampundan alın. Çox qəşəng şampundur. 1 litrdə 15 manatdır, endirimlə indi 12 manat aldı. Üzün göstər, Marfozun şampunudur. Marfozundur özü. Yaxşı markadır özdə. Hər saça uyğun. Mən Murad sevinəcək ki, canı qurtardı oteldəki şampunlardan biraz işlədirdi. Hə, Nigar da sevinəcək ki, Muraddan canı qurtardı ki, də şampun tapdı. Də bayaqdandan çəkiliş eləyirik, dayanmadan danışmışıq. Ürəyim yanır mənə. Bir dənə sual zəhmətdir. Zəhmətdir. Nədir bu belə? 60 bin soyulmaz bombatlar var. Alıb sizin boğulun evdə ölüm. Bunu alıb maşına atmalar belə. Uşaqlar boğulur bunu yeyəndə, alma bunu. Qaçırır. Mən boğulmamışdım maşında. Başıma qapaz vurub çıxartmamışdım. Uşaqlar kimin yadında deyə soğurma konfetdən boğulurdum. K5-də deyə onda. Bir dənə dop vurdu başıma konfet çıxdı çölə. Çipslər var hə. Mən gedim özüm üçün su götürüm. Nadir yoxdur ortalıqda. Həqiqi. Evet arkadaşlar, Şəhriyədə bir dənə cipsdən sok aldırdım. Acından ölürəm. Prosto uşaqlar yanımızda yoxdur, güclü yemək içmək eləmək istəmədim. Deyim bir dənə cips ilə sokuna yola verim, gelib evdə qəşəng bir şeylər hazırlayarıq. Bugün baldızımgil də gəlir bizə, təsəvvür edin. Baldızım, Nigargil, biz Nadir görün nə qədər talpı olacaq arkadaşlar. Çox maraqlı olacaq bugün. Getdik. Gəl. Uşaqlar getdik evə. Getdik şakona kuşuz biz götürürük yoxsa Mamet ilə bir yerdə gəlirlər. Həqiqi. Onu da gedək Zeydi götürək dalqabaq çıxaq. Uşaqlar yoxdur, ürəyim sıxıldı. İndi 10 dəfə dalaşmışdıq, 5 dəfə qapazlaşmışdıq, 3 dəfə bir-birimizi döymüşdük, 15 dəfə qucaqlaşmışdıq, üzr istəmişdik bir-birimizdən, gəzirdik. Deməli, marketə girdilər, Nadir danışamıram, burnum aman vermir. Nadirlə Şəhriyər, hə, bugün qonaqlarımız gəlir, Nahidəgil. Düz yarısı buradadır ailənin, yarısı da gələcək. Nə almırsan, bax bacın üçün. Dünən bacın sənsin almışdı. Ha, sən Naidesin, sən bu düzümdən danışırım. Yox, mən özüm elədim. Sən neçməyə hələ şokoladlar aldın. Hə. Çörək alıb. Oha, aşkım. Sən çörək var, bir dənə baxın. 3, 6, 8. Naidən uşaqları maşallah çörək yəndilər. 9 dənə çörək. Aşkım indi birazdan bax ki bu çörəklərdən birini Dükkanda işləyirik.
Çörəklərin içini hesablamadı, çörəyin hesablamadı. Yo, Nagihan şalvarı çörək içində yeyir. O çörək yendilər. 2 cür toyuq, xiyar, pomidor, kartoşka. İndi mən geçək püre ilə kartof. Kar kökü də aldım. Sağ ol. Püre ilə kartof qızartması edirəm dostlar. Konfetləri yığaq şkafa, keçək yeməyə. Çayla içənə. Hə, keçək yeməyə, Nakuş gələnə yemək hazırlasın. Afiyet olsun. Məryəm TikTok'ta gördüğümüz bir resepti düzəldi arkadaşlar. Mayonez nə? Ben de Mayonez babasına oturuyor. fuş. Nədir? Pendir. Pendir nə? Mayonez də var axı. Krem peynir. Yok, onu ben yiyirdim. Krem peynirde arkadaşlar. Xiyarı rendeledik. Krem peynir, duz, istiyot katıştırdı. Ağzından atmır, hamı yiyecek. Asmır elə diye əsnat rəsmən. Qəşəydi dadım, mən bəyəndim. Ben baktım biraz da istiyorsun. Tam tatlı bir şey değil yani. Ne oldu? Qabi istiyotu əndərdi bildiyin. Böyle tatlı. Qəfil üstə. Qəşəydi. Məsəl üçün kökəlmək istəmirsən, gecədən ürəyin makarna istəyir, düzəlt ye. Hə, yaxşı bir şeydir. Məncə də qəşəydi. Ben de. Bunu gece görmüştüm yüreğimden bir çetiri evde hıyar yok oluyor. İndi düzəltdin. Bunu Olsun. soya sosu ilə olanı var, küncütlü müncütlü. Ha, o fərqli yox. O daha O fərqlidir. şeydi. O denediydi aşkım. Hə, qusmaq dadı verir də. Gözden dadı yoktu. Bu yine ondan yaxşıdır. İstəyir onu. Nuş olsun sizə. İstiyorsa bol daha tatlı. Deməklə boğulmayı bir oldu. İstiyor nəfəs boruma getdi. Su verin, su verin. Boğuldu. Nə yiyir? Şəhsən eləməyin. Adam yalandan ölkəyəndə həqiqi qusur ha, eləmə. Eləmə. Allah'ın olsun elə bir kərtənkələ. Nadir, sox barmağını boğazına. Qusar buramayı. Yox. Digər bir qustur məni. Что ты хочешь? Hə? Al, mən su verim. Thank you very much, teperim geri kaçsın. Yemek içmeydi arkadaşlar. Ha bu doydu da adayım. Ben yemek pişirmenin hemen nasıl kaldı? O Əsma da kartoşkalar soyur, deyəsən əziyyət çəkirəm orada eləmir. Esma ben kömeğiyim. Oy, öldüm şiştim ben. Evet arkadaşlar. Nadir öğrendik biz o fuş. Şükür olsun. Mən qələt eləyərəm. Ondan eşitmişim söylediğim şeyi bilsin. Arkadaşlar Toyuqla ölüm qalım mücadiləsi verir orada. adam çoxda 2 dənə toyuq pişirdi. Əlimdəki bıçağa bax və hörmətsiz kəsişinə bax. Bir dənə dərini bölə bilmir bıçaq. Və sizə bir şey göstərim. İndi bu toyuqdur. Bu da toyuğun yəni təmizlədiyi yerdir. Toyuqla eyni boydadır. Bu necə olur? Yox, bir dəqiqə. Bu qənədin ucudur. Bunu yeyirlər. Yeminlə. Ay sağ ol. Bu qənədin ucudur yeyirlər. Yeminlə. Bu qənədin toyuğun ən aşağı bölgəsidir. Yeyirlər. Yeyənlər var. Biz yemirik şəxsən bunu bana sıxanda içinə ağ bir şey. Yenə qənəd. Bilirəm, zarafat edirəm də. Bu sakit sinə var ya, sinə əti. Aha. Onun arxasındakı qabırğadır. Hamı sinənin yanında belə sümüklə uğraşmasına deyə qabırğanı çıxartmışam. Aha. Düz eləmişəm. Düz eləmisiniz. Bəli. Halaldır sizə, Bu da təbriklər. həmin qabırğadır yenə. Düz eləmişəm. Düz eləmisiniz. Bu toyuğun dərisidir. Özümüzə xəcalət çəkdim burada. Bu da dərisi deyil. Cəmaata dəri yetişdirib, millət məyəmə dəri yeməyə gəlir. Yenə dəri və yenə totosu. Nə vara bilərəm mən? Və bu da yenə qabırğa hissəsi. Və yenə haqlı çıxdı. Zarafat eləyirəm. Sən qadınları haqsız çıxaramazsın. Şu. Kolay gəlsin sizə. Sən neymişsən, nə işləməsin? Məşlə, mən burada şey deyəcəm. Adı nə idi onun? Salatın adı nə idi? Çoban salatı. Çoban salatı. Getdi. Burada da qırğın salmışam arkadaşlar.
Məryəmin qaşlı kəmərini taxmışam dostlar. O bundan çox xad verdim. Bunun ikinci dəfə niyə dağıtırsan kimi söhbəti? Hə, Xoşun şey gəlir deyəsən. deyir mən onu özəl yerlərə taxacaqdım. Məndən özəl daha bir yer ola bilər. Mən taxmışam da. Özəl yer. Hə də mənəm özəl yer. Taxmışam. Adamsan sən aşkım. Özəl Niyə adam. ayrı vaxt desən içsən sən? Hə. Taxmışam. Zor eləmişəm. Yox, mən toyuğumla məşğul oldum. Mən də burada gedim çoban saatımı bitirim gəlir. Come here Məryəm, come here. Sənin sözün var. Şan delikən. Arkadaşlar, Şəhriyar Zeydlə yuxarıdadır. Məndən uşağın D vitamini istəyir. Zeydin D vitaminini itirmişəm. Bizim evdə də hər şeyi tapan bir insan övladı var. Bax, o da budur bax. Bilmirəm buna nə vergi veriblərsə, nə axtarırıq ondadır. Kömək elə mənə nə olar. Kömək. Ya bu sumkanın içinə bax. Yo, onu yuyub şey xala. Ver baxın, nəmdir bu? Hə, xala yuyub sumkanı. Allah, arkadaşlar, yuyuldu Zeydin bu sumkası. Tut bunu. Bu bozun içine bakmaq lazımdır arkadaşlar. Arkadaşlar, Zeydin D vitaminini itirmişəm. Başlar sushi. Allah həmin cəzamı versin. Bir çantamdan alır, belə cümle. Bundan sonra videolar çəkəcəksən. De Quran and olsun. İçməliyə. Halaldır sənə. Gəşək. İcazə verdi. At özü deyib də yəqin. De çantamdan abatmışam, indi Umrətdə çıxsa versidən bakım eləyəcəm itməndən sonra. Malades. Ay Allah, uşaqlar tapa bilmirəm D vitaminini. Mənlə gəlin olar Şəhriyara etiraf eləyək də. Son dəfə şansımı sınayım, bir dənə qonaq otağına da baxım da, orada da olmasa heç nə. Murat gözün qabağında nigarı görmür, mən necə D vitaminini görüm. Uşaqların da otağına bir ümid baxım. Uşaqlar, gecə burada olay olub, danışacağım sizə. Qoy Rabiyə danışsın. Gedibdən bu məsələni həll edək. Şəhriyar. Ay Şəhriyar. Ay yatmısan? Hə? Bir dənə söz deyəcəm, amma əsəbləşmə. D vitaminini tapa bilmirəm. Bir şey olmur. Həqi? Yaxşı. Gözləyin gedək indi sizə Rabiyyənin olayını danışım. Arkadaşlar, gecə konsert olub evdə. Əsma. Ay Əsma. Əsma. Ay Əsma. Əsma xətrinə dəyiblər. Arkadaşlar, deyək, kameramdan elə bir üstünə kusublar. Bir dənə bulanıqlıq geliyor. Anlatamam. Deyəm. Deyəm. Zeydə. Arkadaşlar, sən deyən də 2 dəqiqə. Arkadaşlar, Zeydə oynadırdıq, video çəkirdik. Şəhriyar D vitamini qarşılığında Zeydə sakitləşdirməm qarşılığında bağışladı məni. Qırğın düşdü burada. Məryəmlə Əsma bir-birlərindən küsmək, Əsma ağlamaq. Ev deyil, tımarxanə. Səhər də başıma bir iş gəlib, onu da danışacağım. Rabiyə, ay Rabiyə. Hörümçək söhbətin danışmayanın şəklini göstər də izləyicilərə, nə olar? Həncəmə. Nə oldu gecə? Danış bizə. Heç də zəhlən yatırdı. Hə. Ya belə gözümü yumdum, yatıram. Mən də yatıram, indi yatıram. Hə. Hər birim kəpənə qoydum, çünki kəpənə vardı otaqda. Belə elədim, gözümü açmamış. Belə vurdum, dedim, açım baxım nə idi o. Bir gördüm, nabortdan ofuşuram burada deyə, Allah'ın da sana. Ondan sonra zəhlən yatamadı ki. Gözümü açdım, gece gördüm Rabiyə. Ata, otağımızda nə boyda hörümçək var ata. Belə deyir. Hörümçəkdir, tarakan deyil. Hörümçəkdir. Tarantula. Tarantulaydı. Nə boyda tarantula gizli otaqdan bunların başına düşüb arkadaşlar. Ona baxın. Görünmür. Hə, ona bu. Ay Allah. Sizi dişləsə Spider-Woman olacaqdınız. Heyf. Spider-Man olmaq şansını itirmirsən. Allah'ım sen en psikopat fobimikdir. Bəlkə olmusan. Baxın bir dənə, get belə. Belə elə fıçık elə. Bəlkə belə fıçık elə. Nətər eləyirdi o? Yo, belə idi o. Fıçık elə. Bir dənə elə bəlkə oldun. Yo, ciddi deyirəm, Spider-Man oldun bəlkə. Spider-Man-i hörümçək dişləyib, ondan sonra torza da ata bilib də. Bir dənə elə bəlkə olub. Elə bir... Üstüme atıyor. Yo, zaten sana dur kaç sarı uzandı bu törümceye bakır. Bilmiyorum sarılarından becerdim ama dur basılmışım yerimin içinde. Şimdi ben yedim.
suya atıb qaçmışdı. Ya bak durdum yorgan sonra gördüm yorgan attı üstüne. Vay. Baxıram ben. O hörümçək mənim qabağıma çıxsa var ya, siz hələ sakit reaksiya vermişsiniz, bütün qışqırığım evi götürərdi. Atı gəlib. Şəhriyarın qorxusundan qışqırmayıblar ha. Özüm ölüm mən deyirəm bunu sizə. Atı gəlib. Atı üstü qorxur, atlanır, hömcəkdən vurur, atlanır. De Quraman olsun ayda. Kaş çəkəydim o mənzərəni, kaş çəkəydim, kaş. Ne edirsən? Uşağımı boğmaq istəyirdin yastıqla? Hə? Yastıqla uşağımı boğmaq istəyirdin? Tutdum səni. Deyən. Neyse Rabia, yastıq şu an başına düşdü. Arkadaşlar, deməli Murad yastığı hazır elirdi ki, Zeydi yellətsin, Zeyd yatsın, biz içəri girdik, özünü yığışdırdık ki, yox, mən değildim. Məşq elə, az qalıbdı. Nigarə kömək eləyəcəksən böyüyəndə. Böyüyəndə nə idi? Mən nə qatxıyırım, mən fikrim başqa yerdə. Nigar. Ay Nigar. Nigar. Hardasan? Mənə Murad Zeydə baxır. Deyirəm məşq elə. Böyüyəndə Nigarə kömək eləyəcəksən. Çaşıb demək əvəzinə ki, uşaq olanda deyirəm böyüyəndə Nigarə kömək. Xeyr ola, sən də mənə kimi şəhərlərin üstünə atıb qaçacaqsan. Gedin bir yerdə məşq eləyin. Arkadaşlar, yeməkləri də qoyduq pişməyə, nakuşgil gələnə qədər hazır olsun. Tavuklarım bu tavaya sığışmadı. Ona görə 2 part eləyəcəm. Burada da püre qaynayır. Hansını xodu həddindən artıq çoxdur? Hə, pürenin. Всё. Yemək pişir. Gedim Zeydi yatıştırım, geliyorum. Hə mama, Zeyd mənə belə deyir, bu da öyle. Hə mama. Murad'ı ben zəfədə belə görürəm. Atalıq arkadaşlar ona bayağı bir yarıyıb indidən. Həqiqətən Zeydin üstündə alışdırma eləyir. Həqiqətən. Görək öz uşağı olanda da belə reaksiya. Deyən arada yastığı saxlayır, öpür təzdən başlayır yellətmir. Murat da gizli seçimdəsən. Deyəndə. Murat da. Ay da test eləyəcəyim, görüm axıra qədər yatışdıra biləcək, yoxsa pes Aşkına eləyəcək. gedib burada gözləyəcəkdim. Gözləyəcəkdim, məndə o səbir var. Zeyd biri bana yardım etsin. Beyin zelzelesi yaşıyor. Sen o haktı. Sen hele yellenmeyi sevirsen. Biraz da bək yellət. Qoy beyni uçsun. Heç hayatından memnun görünmür. Yat da. Gel mən səni yetişdirim. Arkadaşlar bunlar Zeyd oxşuyuram. De Quran and olsun. Bunlar mənim vini hardan tapmışsın mənim vinetkamı? Nereden içinden? De Quran and olsun. Vinetkamı tapıblar arkadaşlar. Mən Türk lisesində oxuduğum ərəfələrin vinetkası. Gözləyin sizə özümü göstərim. Bu arada Zeydin əlindən 2 dəqiqə imkan tapdım. İnansız bəlkə də 2 saata yaxında yerlədirəm, hələ yatmayıb. Mənə baxın, görün necə olmuşam uşaq vaxtı. Bir saniye. Baxın, benim çocukluğum. Sonra indi başqalarının üzü düşməsin, ancaq özümü göstərim. Ölgü yerler kamerada düşmüş. Hə, buna baxın arkadaşlar. Əsma mənə oxşamır. Əsma kopya elə bilmən. Allah'ın olsun. Mən deyəndə uşaqlar əsəbləşir, Əsnad qısqanır. Amma çox oxşuyuruq məncə. Burada bu kızlardan Heç kimdən əlaqəm yox diyor. Bir dənə Fidan adında parta yoldaşım vardı. Onunla çox yaxın dostluydum. Bir dənə də qız var. Onunla da mamamın maması, onun maması ilə mənim mamamın əlaqəsi var, amma belə yox. Bizim yox. Baxın mənə uşaqlar, bir saniyə. Baxın. Ay, buradakı mənəm, baxın. Yəni parmağım, hə. Bu benimdir. Cüce. Yer cücesi. Ayda, hələ yadımdadır o liseye getməm, inansan. Bir dənə öğretmenimiz vardı, dərsi oxumurdum, gəlirdim, yəni də heç nə demirdi.
Allah o öğretmenlerin. Halal olsun, amma onun sayəsində 3-cü sinifə qədər yazıb oxumağı bilmədim də. O qədər üzü yumşaq idi, ondan qorxmurdum, dərsi oxumurdum. 3-cü sinifdə mama ucu məktəbimi dəyişdi, məni lisədən çıxartdı, qoydu Azərbaycan məktəbinə. Orada tanış oldum. Müəllimə nə deməkdir? Hünərim var, hazırlıqsız gəl dərsə. Hünərim var, ev tapşırığını eləmə. Hünərin var, dərsdə cınqırıvı çıxart. Allah and olsun. Amma o müəllimənin şotuna mən yazmağı da öyrəndim. Hamıdan qabağa getdim, Allah and olsun. Onun qorxusundan bir oxuyurdum məcbur. Özdə müəlliməm çox sərt müəllimə idi. Təsəvvür edin uşaqlar. Türk lisesi kimi azad, özgür, demokratik bir məktəbdən, əslində məktəbi bilmirəm, amma mənim müəllimim çox demokratik müəllim idi. Oradan çıxasan, riski düşəsən əsəbi müəllimənin əlinə. Müəllimə o qədər ciddi və zəhmli idi ki, onun qorxusundan səhər gedirdim məktəbə, orada bir titriyirdim. Mamam ondan qorxduğumu çözmüşdü, onun yanına məni hazırlığa qoymuşdu. 2 dəqiqə gedirdim evdə, yeməyimi yirdim. Günorta saat 2-dən axşam saat 9-a qədər o müəllimənin yanında hazırlıqda olurdum. Amma çox şey öyrətdi mənə, nə yalan deyim. Nəysə, yeməyimi yiyim, çox danışdım yenə. Yiyemiz hazır. Əsat video çəkib arkadaşlar, onu montajlayır. Görüm Əsatın videosunu bəyənəcəksiniz yoxsa yox. 3 Mələk kanalında baxarsınız. 2 dənə video çəkmişəm. Bunu sabah paylaşacağım. O benim bu gün. Maşında çəkmirsən, hə? Mənim də maşında çəkiləsi videom var. Çantamda nə var? Mən də gərək çəkim. Mən də çantamda nə var çəkeyim uşaqlar. Çanta işlədənlər kimi. Zeydin çantasında nə var çəkə bilərəm, çəksin. Gəlib gələr ki, bu kardeşim. Zarafatsız çəkim çantamda nə var. Çəkərəm. Yeməyimi yiyim, bəlkə düşdüm çəkdim ikinci video kimi. Arkadaşlar, deməli kim gəlmişdi? Səadətgil burada olanda düzəltdiyi makarna sosu var idi ya. O makarna sosunu bugün yeyir. Murad, bilmirəm. Bu vallahi nə yeyir, zəhərlənmir. Biz bunun yediklərini yeyirik, həmin gün mədə bağırsağımız qaçışır bir-birinə. Qusmağa yer axtarırıq. Yaxşıdır. Həqiqi, onu da qoy burada. Lağ eləyəndən 2 dəqiqə sonra lağ eləmirəm, amma həqiqətən zəhərlənərsiniz. Ehtiyatınızı qoruyun. Sənin nə? Bəsdir. Katışka. Baş üstə. Çoban salatımız, oturmuşuq böyüklər yemək yeyirik. Uşaqlar hələ ki işıq sönür, yanır, hamamda qalırlar, çıxırlar. Başları qaçışıqdır uşaqların. Bir dənə Əsnat bizlə yemək yeyir. Murad, sarımsaqlı toyuğu bəyənmirdin. Necədir dadı düzündürən? Bəyəndin? Nigar, sən də rəy verərsən. Nigar, sən də çimmisən? Hamı çimib mən. Sən də çimmisən. Həmişə təmizlikdə. Tökürəm. Qoy hamının yeməyini töküm, elə oturum. Sosdan yemə, çünki sos xərabdır. Mən sizə deyirəm, bunu bura yazıram. Özüm ölüm sos xərabdır. Bu sosun birinci dadını bilirəm və indiki dadı ilə birinci dadı arasında çox fərq var. Yemə Nigar, yemə, özüm ölüm. Nadir'in badına gələcək indi qura. 4 gün qalmış südü içdik, zəhərlənmədik. Dedim, indi yəqin day bu ucu neçənci dəfədə haqlı çıxır, bunun dediyini yeri zəhərlənmirik. Bu sos, inanın mənə axırıncı duraqdır. Məncə yeməyin. Yemə, xərəbdir. Qarmışam da qalıb ki. Özüm ölüm dadı dəyişib onun. Qarışdırmamışam. Yemə ya. Yemə ya. Yemə, sən də yemə. Özüm ölüm xərəbdir. Yemirsən sən. Özüm ölüm xərəbdir. Yemə də, qalanını yemə də, heç olmasa. Mən deyirəm, Allah qalmayı baxır. Xaldanikdə xarab ola bilər. İnanmıram ya. Vallahi, Saadət ki, nə vaxt gəlmişdi bura? Bana sizə pendir var, başka bir şey atışıyor. Tomat da pendir de, sür. Yo, malka da var. Malapa ne? Həqiqətən malako. Bu nə tapır yeməklərin içine qatır, axırda dadda alınır amma şəhriyara oxşuyub. Ne oldu, ben hala tatlı demədi. Dadlıdır, prosto dadı dəyişib. Sən də yemə. Yəni əlavə olaraq yemə. Bildim yemirsən, indi dabovka yemə. Qorxusuna getdi, boşaltdı, gəldi. Malapa nədir? Hə, malako, pendir, mayonez, tomat. Hardan öyle yapsana? Valla özü kəşf edib. Dadlı sosuydu. Prosto indi dadı dəyişib.
Allah köməyimiz olsun. Nadir'in axşamki vəziyyətindən xəbər verəcəm sizə. Ona bir şey olmaz. O vallahi hər şey yeyir, heç nə olmur. Mən onunla bir yerdə o gün nə yedim? Sən dedin zəhərlənməni qorxma. Yedim həmin gün axşama qədər belə gəzmişəm. Qusa. Bilinmirdi Nigar 2 canlıdır yoxsa mən 2 canlıyam. Rəngim, rufum qaçmışdı Allahın dostu. Qalmışdım hamamda. Çörəyimi doğrayıb. Hamı yedi, mən danışa yenə qaldım. Getdim yeməyə bu dəfə. Arkadaşlar burada qışqırtma eləyəcəyik, hazır olun. Elə bilir həqiqi qurd almışıq balıq tutmaq üçün, amma əslində fake qurddur. Tök ovucuma tez elədən. Çox olur. Nadir bir topa Nadir bir topa. Hə. Dayan. Ay özümü iğrenmirəm tez elə. Allah'ım nereden geldim ben buraya ya Rabbi? Beni kim getirdi de ben salaksın? İşlenmişti. Kaçma bırak gel. Kaçma bırak gel. Kaçma. Kaçma. Neye bir sokulacaksın. Kaçma bırak gel. Kaçma bırak gel. Yo yiyeceksen ben çok istəyirsən son dadına baxacaqsan. Mən çox istəyirsənsə əlimi burax. Çox istəyirsənsə mənə əlimi burax. Çox istəyirsənsə mənə əlimi burax. Bu həqiqət. Hə. İstəmir məni. Gördün Nadir? Çiynindədir bu dəqiqə. Hə. Görüb Şəhriyarə düşərsə Şəhriyar görüb. Hə. Çiynindədir çiynində. Yo mən götürəm mən. Hamısı yox oldu bunlar. Yo yığacam mən narahat ol. Həqiqi deyildi, qorxma. Məryəm nətər qaçırdı. Baba, Məryəmi görmədin qaçan yerdə. Kücdən bir dənə sürüşüb qaçma. Qaç elə bir Subway. Subway surf oynayırdıq elə bir. Gözdə. Burada artık çoktandır güçlü bir rekabet gelir. Arkan oyda, Murat patladı. Şansın yok. Udmuştum onu. Bir dənə Nadir yaptı. Uşaqlar udmuştum onu. Partlamışdı bayaqları. Neyləmişdin? Udmuştum və partlamışdı başı. Hələ nə deyir bu ayaqları o fuş nə deyir? Sən üçün hazırlaşıram deyir, mən üçün deyir də. Udmuştum bunu bayaqlar. Götürdü oyunu təzədən başladı. Təzdən başladı. Yoxsa konsul yolla baba. Allah. Sən konsulluğun zatkası qutardı da. Deməli arkadaşlar, gəlmirəm mən danışacağım. Deməli dostlar, bir oyun mənə uduzu. Ona da tərs yönə gedir. Xeyr ola tərsdən başladı. Sən oxta bu. Hə, qəbulansan uduzduğumu. Yaxşı başladı. Heç bir uda bilmirlər mənə arkadaşlar. Mən mağabim bir dənə. Mağabim. Hamısını qıcıq eləyirəm. Məhməd qardaş, axırıncı dəfə sizə 12 oyun udmuşam. Ayıb yox. Deməli Nadir, hamısı uduzurlar mənə bayaqdan, hamısı arkadaşlar. Bu boyda kişi burada yığılışıb, heç biri məni uda bilmirlər də PlayStation-da, təsəvvür eləyin. Hamısı da mənim qıcıq vermələrimin sayəsində deyirlər. İndi Məhməd qardaşı udacağım. Deməli dostlar, Çox pis oynayırsan. Mərhəmət hissini çıxartdım ürəyim. Nadir, onda bu oyunu başladırıq. 1-2 saniyə oyunun əvvəli çək, axırda görək kim udur. Rabbi, Yes. keç Rabbi. Baxa görək nə olur. Mən alışıyorum. Mən ansıyam deyir. Aşağıdaki. Sizce bu sualı verebilme şansı necə faizdir arkadaşlar? Görək də. Nəticəni paylaşarsanız izləyicilərlə. Dostlar artıq bitməyə hazırlaşır. Ben etməyi 78 78% bu kurgu dönen kimi oyun qutaracaq. Vallahi. Arkadaşlar bu da bizim günümüz kurban olsun. Bu günləri bilmirəm nə var, bilmirəm sizdə belə. Şərir hamılar protein
Bilmem sizdə də elədir yoxsa yox. Bu günləri kimin başına yəni bu nə elə bir ki, nəsə itirmişmiş. Monster bu günlərdən itir-itirə yazmışam. İtirmişmiş kimi adam belə şokda elə bir ki, nəsə itirmirsən, nəsə gözlsən, çox darıxdırıcı yəni arkadaşlar. Karım qazanır. Bəlkə məndən oynayasınız, daha çox rəqabət gedir. Əlimi alışdırıram, elə zəiflərlə Karım əlimi qazanır, alışdırıram. karım qazanır da. Deməli dostlar, indi uduzdu ikisi, düzdür? 50% uje kişilərin uduzdu. Birazdan bizi parka aparacaqlar uduzmanın qarşılığı olaraq. Mənim başıma. That's not Bir what dənə problem. buradı çək, xanım xatun necə oturur? Uduzun nastroyeniyası yoxdur. Duygularım darmadağın. Arkadaşlar videonu burada sonlandırırım. Bunların hamısını udum. Sabah bunlara cəza nə verirəm baxarsınız. Çox maraqlı video gələcək sabaha. Bay bay.